Dostlar, izləyicilərimizdən belə bir sual gəlib. Əgər tibb bu qədər inkişaf edibsə, niyə hepatit B əleyhinə vaksin var, amma hepatit C əleyhinə vaksin yoxdur? Təkmilləşməkdən danışırıq, tibbin təkmilləşməyindən. Hepatit C xəstəliyi müalicə olunur, orqanizmdən virus çıxarıla bilir, amma hepatit B xəstəliyini müalicə etmək olmur. Yəni, virusu orqanizmdən tam çıxarmaq olmur. Bu necə olur? Yəni, necə olur ki, vaksin hazırlanmır? Dostlar, hər birinizi salamlayıram. Onu bildirim ki, bu sualın cavabı Doktor Nemo YouTube kanalında olan hepatit C videosunda izah etmişik, toxunmuşuq buna. Lakin qısa şəkildə də burada cavab verim. Hepatit C əleyhinə vaksinin yaradıla bilməməsi əsasən onun genetik strukturu ilə bağlıdır. Yəni, bu törədici yüksək mutagen qabiliyyətə malikdir. Daima dəyişir, öz genetik strukturunu dəyişir. Və ona qarşı da vaksin hazırlamaq bugünkü gündə çox çətindir. Ümumiyyətlə, vaksin hazırlanması texnikasında əsasən törədicinin belə deyək, genetik strukturunun stabilliyi önəmlidir. Və bu ona qarşı vaksin hazırlanmasını bir qədər asanlaşdırır. Lakin hepatit C virusu olduqca dəyişkəndir və dəyişkənliyi olduğuna görə ona qarşı vaksin hazırlamaq çətinləşir. Heç olmayacaq, heç mümkün deyil, demək mümkün deyil, olmaz. Çünki qrip, COVID-19 virusuna qarşı yaradılan vaksin məhz onun dəyişkənliyi olmasına baxmayaraq ona qarşı vaksin hazırlanmışdır. Bugün hepatit C əleyhinə vaksin olmaması heç vaxt olmayacaq anlamına gəlmir. Hələ də üzərində tədqiqat aparılır və gözlənilir ki, hepatit C əleyhinə də vaksin hazırlansın. Belə, dostlar, sağ olun, sağlam.